Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'ın salamı, rahmeti ve bereketi üzerinize olsun. Necə ki, Peyğəmbərimizin dövründə kafirlər var idi. Abu Lahablar, Abu Lahab kimilər Peyğəmbərimizə şər böhtan atırdılar. Peyğəmbərimizi insanların içərisində nüfuzdan salmaq üçün ağızlarına nə gəldi söyləyirdilər. Bu günümüzdə də elə insanlar çoxdur. Günümüzdə əfsuslar olsun ki, adını müsəlman qoyub, müsəlman olmayan kəslər Peyğəmbərimiz haqqında yalanlar söyləyir, Peyğəmbərimizi aşılamağa çalışırlar. Ən pisi isə bundan ibarətdir ki, adını ilahiyyətçi qoyan, özünü alim adlandıran, Arabşünas, dinşünas, Quranşünas adlandıranlar var ki, onlar da Peyğəmbərimizi kiçiltməyə çalışırlar, Peyğəmbərimizi aşılamağa çalışırlar. Bunlar dildə la ilahə illallah deyənlərdir. Əgər belə olmasaydı, onlar başa düşməli idilər ki, müqəddəs Quran-ı Kərimin özündə Allah Teala buyurur ki, onun yüksəkdiyini, onun xalq etdiyi qulları tərəfindən aşılaya bilməzlər. Nüfuzdan sala bilməzlər, cəmaat içində hörmətdən sala bilməzlər. Özünü alim adlandıran, dinşünas, İslamşünas, Quranşünas adlandıran, məsələn, Elşad Miri söylüyor ki, Peyğəmbər də adicə sadə bir insan idi. O da digər insanlar kimi yemək yeyirdi, yatırdı, bazara gedirdi. Sonra o da digər insanlar kimi dünyasını dəyişib getdi. Adını dinşünas, İslamşünas, Arabşünas qoyan, özünü ilahiyyətçi alim sayan bu Elşad Miri və Elşad Miri kimi unsurlar, onlar görəsən ümumiyyətlə Quran-ı Kərimi oxuyurlarmı? Və yaxud da ki, oxuyub o Quran-ı Kərimi başa düşürlərmi? Həqiqətdə mənim fikrimə görə onların ki, davranış tərzinə baxanda, onların etdiyi söhbətlərə qulaq asanda görürsən ki, belə kəslərin İslamla heç bir əlaqəsi yoxdur. Elşad Miri və onun kimi İslam düşmənləri Yahudilər, Siyonistlər tərəfindən hazırlanmış proqram əsasında işləyirlər. Və Allah Taala'nın buyurduğu əmrlərin, şəri məsələlərin əksinə insanlar arasında təbliğat aparırlar. İnsanlar da onların o söhbətlərinə qulaq asanda, bir də görürsən kommentlərdə yazırlar ki, sən gözəl insan, gözəl alim, nə savadlı insandır bu. Belə kommentlər yazan insanlar onların da ağıl, bilik, savaddan dərk etmə qabiliyyəti nöqteyi nəzərdən Elşad Mirinin səviyyəsindən nə aşağı, nə yuxarıdırlar. Onlar da Elşad Miri səviyyəsində və Elşad Miri kimilər səviyyəsində olan kəslərdir. Elşad Mirinin danışdığı sözlər onlara sərf edir. Elşad Mirinin söylədikləri belə insanlara sərf edir. Elşad Miri söyləyir ki, filan şey Quranda yoxdur, filan şey Quranda yoxdur, filan şey Quranda yoxdur, filan şey Quranda yoxdur. Elşad Mirinin fikrincə, nədən danışırsansa söyləyir ki, Quranda yoxdur. Bir də görürsən ki, Quran ayəsini bu adam inkar edir. Ümumiyyətlə, Quranı müqəddəs kitab kimi Elşad Miri priznavat eləmir. Elşad Miri söyləyir ki, Quran da adicə sadə bir kitabdır. Eyni ilə Peyğəmbərin dövründə yaşayan kafirlərin söylədiklərini təkrarlayır. Furqan surəsinin 4-cü ayəsinə nəzər salayıq. Arab dilində oxuyub vaxt çox almaq istəmirəm, tərcüməsini deyəcəm. 4-cü ayədə belə buyurulur. Kafirlər dedilər, bu Quran onun, yəni Məhəmməd sallallahu aleyhi və səlləmin özündən uydurduğu və digər bir dəstə deyəndə Yahudilər nəzərdə tutulur. Bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir. Beləliklə, onlar doğrudan da Allah Teala buyurur. Peyğəmbərə belə bir nisbət verməklə böyük bir zülmə və yalana batdılar.
Çünki kafirlər dedilər ki, bu Quran Məhəmmədin özündən uydurduğu və digər bir dəstənin Yəhudilər tərəfindən ona kömək etdikləri yalandan başqa bir şey deyildir. 5-ci ayədə Furqan surəsinin söylənilir ki, buyurulur ki bizlərə, Allah Taala buyurur ki, kafirlər dedilər, bu kitab, yəni Quran-ı Kərim, onun istəyi ilə, yəni Məhəmməd sallallahu aleyhi və səlləmin istəyi ilə başqalarının onun üçün yazdıqları keçmişlərin əfsanələridir. Həmin yazı səhər, axşam ona oxunur. Güya keçmişdə olan əfsanələri Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin istəyi ilə onun üçün yazıblar və həmin yazı səhər, axşam ona oxuyurlar. Çünki Peyğəmbərimiz özü yazıb oxumayı bilməyib axı. Və o da, yəni Peyğəmbərimiz də sallallahu aleyhi və səlləm eşitdiklərini əzbərləyərək cəmaata oxuyur. Furqan surəsinin 6-cı ayəsində kafirlərin Peyğəmbərimiz haqqında söylədikləri bu şeylərə görə Peyğəmbərimizə buyurur. De, onu, yəni Quran-ı Kərimi, göylərdə və yerdə olan örtülü sirləri, məxluqatın elm və hisslərinin çərçivəsindən xaric olanları bilən Allah nazil etmişdir. Həqiqətən o, çox bağışlayan və mehribandır və bu səbəbdən kafirlərə əzab göndərməkdə tələsmir. Furqan surəsinin 7-ci ayəsində belə buyurulur. Müşriklər dedilər, bu necə Peyğəmbərdir ki, yemək yeyir və bazarda gəzir. Halbuki Peyğəmbər mələk olmalıdır. Nə üçün ona heç olmasa bir mələk nazil olmur ki, onunla birlikdə insanları qorxutsun və onun Peyğəmbərliyini təsdiq etsin. Elşad Miri və onun kimlər də söyləyirlər ki, Peyğəmbərimiz adicə adam da yemək yiyirdi, digər insanlar kimi, bazarda gəzirdi, mələk döyürdü və yaxud da ki, böyründə yanında mələk gəzmirdi. Furqan surəsinin 8-ci ayəsində Allah Taala belə buyurur. Yaxud nə üçün göydən ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin. Allah Taala Furqan surəsinin 8-ci ayəsində buyurur. O kafirlər, müşriklər söyləyirlər, nə üçün göydən ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin. Və bu zalimlar dedilər ardıca, siz yalnız ofsunlaşmış bir kişiyə tabi olursunuz. Güya kim ki Peyğəmbərimizə iman gətirirdi, itaat edirdi, Allah'a iman gətirib itaat edirdi, onda söyləyirlər ki, Peyğəmbər belə kəslər ofsunlaşmış bir kişiyə tabi olursunuz. Necə ki, Elşad Miri söyləyir ki, Peyğəmbərdir, gəldi, getdi, dünyasını dəyişdi. O da digər insanlar kimi Peyğəmbərimiz günahdan uzaq deyildi. O da günah edirdi, amma hansı günahları edib, onu Elşad Miri bizlərə söyləmir. Və Peyğəmbərimizin etdiyi günah harada yazılıb? Bir dəfə bir qələt elədi, Peyğəmbərin yanına ya kör kişi gəlib, Peyğəmbər üzünü ondan çevrilib, mən də ona aid bir video hazırlayıb, Quran-ı Kərimin öz ayələri ilə ona sübut etdim ki, Peyğəmbər yox, Peyğəmbərin yanında olan üçüncü şəxsdən söhbət gedir. Məkkənin varlı insanlarından olan biri haqda söhbət gedirdi. O kör gələndə üzünü turşutdu, arxa çevirdi, Peyğəmbərimiz yox. Elşad Miridən hələ səs sorağı yoxdur. O ancaq avam insanları başını allatmaqla məşğul ola bilər. Savadı olan, biliyi olan kəslərlə Elşad Miri heç zaman, heç vaxt
oturub söhbət edə bilməz. Furqan surəsinin 9-cu ayəsinə nəzər salay. Gör sənin üçün necə məsələlər çəkdilər. Allah Teala buyurur. Və nə sifətlər dedilər. Beləliklə də Peyğəmbərin və Peyğəmbərliyin tanınmasında yollarını azdılar və onların bir yol tapmaq qüdrətləri yoxdur. 10-cu ayədə Allah Teala buyurur ki, uca, əbədi və bərəkətlidir. O Allah ki, əgər istəsə, Peyğəmbərimizə buyurur. Muhammed sallallahu aleyhi və səlləmə söylüyor. Buyurur. Sənə ondan xəzinə və bağdan daha yaxşısını, ağacların altından çaylar axan bağlar verər və sənin üçün saraylar yaradar. Lakin bu kimi şeylər Peyğəmbərliyə dəlalət edən işlər deyil. 11-ci ayədə buyurulur ki, Peyğəmbərin yemək yeməsinə və gəzməsinə görə Peyğəmbərliyin inkar edilməsi bəhanədir. Əksinə, əslində onlar qiyaməti yalan hesab etdilər və cəza və mükafat günü olmayanda təbii ki, Peyğəmbərlik və din puç və əbəs bir iş olacaqdır. Allah Teala buyurur ki, biz qiyaməti yalan sayan kəs üçün yandıran bir ot hazırlamışıq. Nə qədər gec deyil, Elşad Miri və onun kimlər də Allah Teala'nın qiyamətdə yalan kəslər üçün ki, yandıran bir ot hazırlayıb, o otdan canın qurtarmağa hələ vaxtı var. Nə qədər ki, gec deyil, tövbə edib düz yola yönlənsin. Allah Elşad Miri və onun kimlərə və onun dalıyca qaçanlara, ona inananlara doğru bir yol göstərsin inşallah, onları hidayət etsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.